Assalamualaikum, yaxşımısınız? İcad İlim-Fən Mərkəzimizə xoş gəldinizlər. Peyğəmbər əleyhissalamla görüşüb birləşi bilən, kinki dəvirlərdə dini bilimlər bilən birlikdə fən texnika, matematika və medisina qatarlıq ilimlərə bu zor dərəcədə əhəmiyyət verilişə başlayan. İlimnin altın çağı deyə atalğan o dəvirdəki İslam dünyasında bütün dünyanı zülzülgə salğan məşhur İslam alimləri oturğa çıxan bulub, ilim-fənnin tərəqqiyatıga gayəsiz töhfələrini qoşğan. Tüvətdə o dəvirdə yaşab ötən bir qism alimlər bilən qısqaça tanışıb çıxaylı. Cabir İbni Hayyan. Cabir İbni Hayyan Xurasanның Tuz şəhrində bir durigar ailədə dünyaya gələn bulub, həyatının köp qismini Kufada ötküzgən. O köplügən ilim-fən tədqiqatçıları tərəfindən zamanəvi ximiyanın qurğucusu deyə qaraldı. Cabir İbni Hayyan ximiya tədqiqatından başqa yenə durigarlik, fizika, astronomiya, tibabət, injinerlik, coğrafiya qatarlıq sahələrdə mühim əhəmiyyətə ega tədqiqatlarını ilib bağlan bulub, köplügən əsərlərini yazıb qaldırğan. Əl-Xarəzmi. Xarəzmi 9-cu əsrdə Bağdadda yaşab ötkən bulub, eyni dəvirdəki dünya boyunca ən çox və ən ilğar ilim-fən mərkəzi hesablanılan Beytül Hikməni baş qurğan. O, astronomiya və matematika ilmində intayın mühim əhəmiyyətə ega tədqiqatlarını ilib barğan. O, matematika sahəsində hesab bilimindən algebranı ayırıb çıxıb, onu müstəqil bir tarmaq fən sifatida oturğa qoyğan. O yana nol bilan naməlum sanının bəlgisi X-nin icad qılğıcısı hesablanıdı. O matematika tarixində mühim orun tutuduğan 4 parça əsər yazğan. Onun yana astronomiyaya aid 20 parça kitabı var bulub, bunlardan başqa coğrafiya, tarix sahəsində mühim nəticələrini oturğa qoyğan. Farabi. Farabi Türkistanның Farab şəhrində dünyaya gələn bulub, ilim-fən tarixindəki ən katta fəlsəfələrdən hesablanıdı. O 160 parça ətrafında əsər yazıb qaldırğan bulub, Qərb və Şərq dünyası onun bu əsərlərini uzun illərgəcə mənbə əsərlər sifatida işlətib gələn. Qədimki fəlsəfənin ən çox simvoludan hesablanıdığan Aristotel'dan keyin fəlsəfə və hər xil bilimlərdəki bilimi və göz qaraşlarının çonqurluğu səbəblik Aristotel'dan keyinki ikinci ustaz deyə atalğan. Müsəlman alimlər onu təqdirləş bilən billə, onun etiqadi cəhətdəki çətləşlərini oturğa qoyub ağahlandırğan. Biruni. 11-ci əsr onun adı bilən Biruni əsri deyə atalğan Əbu Reyhan Əl-Biruni Xarəzm şəhrində dünyaya gələn bulub, o asaslıq şüğullanğan matematika, astronomiya və coğrafiyadan sırt, yana fizika, tibabət, geologiya, filologiya qatarlıq köplügən ilim-fən sahələrində dəvir bölgüc, tədqiqat və tekşürüşlərini ilib barğan. Biruni həyatı boyunca 113 parça əsər yazğan bulub, dəvrimizgəcə fəqət birkaçsıyla yetib kilələyən. İbn Sina. Buxaranın Əfşana degan yerində dünyaya gələn İbn Sina tibiblərдің ustazı deyə qaraldı. İbn Sina tibabət, fizika, astronomiya,
və fəlsəfə qatarlıq sahələrdə güzəllik ətrafında əsər yazıb qaldırğan bulub, ən mühim əsəri bolğan El-Qanun fit-Tibb Avropada 600 yil asaslıq tibbiyat kitabı sübutida dərslik qılıb oxutulğan. İbn Sina mikroskop texi icad qılınmagan o dövrlərdə mikroplardan xəbər verib kitabında bir qaç yerdə toxtalğan. Amma İbn Sina'nın fəlsəfəyə əlaqədar göz qaraşları onun İslamdıq etiqadi əsaslarının çətlib ketişinə səbəb bolğan deyildi. Cezeri Kəşfiyyatçı və incidir El-Cezeri 12-ci əsrdə yaşayan bulub, bugünkü dövrdə elektronluq miğə və avtomatik işləydiğən sistemlərin əsas salğıcısı hesablanıdığan və nurğunluğan kəşfiyyatçılara ilham mənbəsi bolğan katta alimdir. O kompüter uçur tədqiqatının tunci xədimini basqan bulub, tunci başına adamını yasab, onu hərəkətləndirgən. O kompüter, robotlar, su maşinləri, saatlər, şifreli quluplar, termos və avtomatik balalar oyuncaqları qatarlıq oxşamayan 60 xil kəşfiyyatı bilən və texnikini qoluna salğan alim hesablanıdı. El-Razi El-Razi dünya tibbiyat ilmiga zor töhfələrdə qoşğan bulub, ilimnin altın çağları deyildiğən dövrün ən katta doktoru deb qaralıdı. O çiçek kisəlliki bilən qızıldıq fərqini tunci bulub bilgən kişi bulub, o sulfat kislata bilən etanolunu kəşf qılğan. O yana qızıtmının bədənin özünü qorunuşudakı bir yol ikənligini ortağa qoyğan. El-Razi 200 parçadan artıq kitab yazğan bulub, köplügən əsərləri Müslüman və Avropadıq tibbiyat oxucularının zərur dərslik kitabı idi. El-Kindi İraqdan Kufədə doğulğan El-Kindi zamanidəki dağlıq matematik, astronom, geolog, kimik, həkim, tərcüman və məxfi numur yazgıcı hesablanıdı. O hayatı boyunca 360 parçadan artıq kitab yazğan. O asman geometriyasının tərəqqiyatına başlamçılıq qılğan bulub, onundakı göz qaraşlarını fələk ilmiga tətbiqləyən. O asmanın nima üçün kök rəngdə ikənligini düşündürüb bərgən tunci alimdir. İbn Heysəm Optika ilminin atısı ilə tanıdığan İbn Heysəm məşhur fizik, matematik, astronom və incidir bulub, göz qaraşlarını təcrübə işləb təşkirgə tunci alimlərdən biridir. İbn Heysem'nin zamanəvi yorulluq ilminin tərəqqiyatında mühim ordu var. O yorulluqның tüm sızıq boyunca tarqıldığanlığını isbatlayan. Təsvirlərdə bir cismə qarğan kişidir. Şu cisimnin qayıtqan yorulluq sayısında şəkilləndiğanlığını kəşf qılğan. Məlum ki, bu iki əsas yorulluq ilminin qolunu təşkil qıldı. O yana prizma bilən elib verilğən təcrübələr arqılıq yorulluqның sunuş qanununu düşündürüb bərgən. Təsvirdə közgə kirgəndən keyin yuqarı tərəfə bığının tüvən qismına yollab verildiğanlığını toğru alətdə oturğa qoyğan. El-Zəhravi Barlıq taşqi kisəlliklər doktorlarının ustası deyib tanınğan həkim El-Zəhravi ilib barğa tədqiqatları və icadları bilən bu sahədə dövr bölgü çığılıqlarını ortağa çıxarğan. O 30 ciltlik bir 7 kilometriyə yazğan bulub, bu əsər onun 50 yıllık qimmatlik təcrübə və məlumatlarının yığıncısından ibarət idi. Onun taşqi kisəlliklərə əlaqədar bölümündə operasiya saymanlarına ait təxminən 200 dana sızma resim verilgan.
Bu sayıballardaki zor köpçülüğü El-Zahravi tarafından icat kılıngan bulup, bazıları hazırlıkça işletilip kelbekte. Onun tıbbi çareler adlı eseri 12. əsrdə Latince'ye tercüme kılıngandan keyin 500 yılda tibbiyat okuyucularının müracaat kıldığı kullanma kitabı bulup kelgen.